Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Cobran Xəlil Cobrana bir baxışın ikinci hissəsini başlayırıq. Keçmiş hissədə biz Təlaidar Heyran kitabını müərrif edirdik. Sizə tanıdırdıq. Dedik ki, bu kitabda çoxlu nağıllar, bollu nağıllar var. Nağıllar sırrı nağıllardılar. Fransız ədəbiyyatından rəmzi sırrı alan bir nağıllardılar ki, Xəlil Cobran bu nağılları alıb bizlərə də bunları öyrədir. Bir nağıl Təlaidarda Bohlul nağılıdır. Ya Bəhlul, ya Bohlul. Bilirsiniz, Bohlul ədəbiyyatda o adam olub ki, ağıllıdır. Amma yeri var özünü səfihliyə vurur, dəliliyə vurur. Ta bir para sözlər öyrətsin. İndi bu Bohlulun nağılını biz Xəlil Cobranın ağzından eşidəcəyik. Deyir, qədim zamanlarda bir kişi var idi Bohlul adında. O gəldi bir şəhərə sarı, o şəhərin adı Şəriət idi. Bu Bohlul bir xəyali bir Bohluluydu. Bunun heç zadı yox idi. Nə paltarı var idi, nə çəliyi var idi. Şəhərin xiyabanlarında gəzirdi, mücəssəmələrə baxırdı, qələlərə baxırdı, böyük evlərə baxırdı. Niyə ki, bu Şəriət şəhəri ən gözəllikdə idi. Bohlul o eyvanlardan ki, baxırdılar, o yoldan keçənlərdən bir para sözlər soruşurdu. Amma təəssüflə ki, Bohlul o şəhərin dilini bilmirdi. O şəhərdə danışanların dilini bilmirdi. Şəhərdə danışanlar da Bohlulun dilini bilmirdilər. Gün yarıya kimi keçmişdir. Bohlul bir dənə yataqxananın qabağında dayanır. Görür ki, bunun bir dənə gözəl bir memarisi var. Bir qəşəh bir qapısı var. Adamlar da sevinərkən girirlər, sevinclə də oradan çıxırlar. Bohlul deyir ki, şübhəsiz bura bir dənə böyük məbəd ola bilər, böyük ziyarətgah ola bilər. Mən də keçir. Bohlul görür ki, bəli, burada oturublar, olmayan yeməli qəzalar bunlara gətirirlər. Rəhli, cürbəcür süfrələr açırlar. Avaz oxuyanlar avaz oxuyurlar. Heyrətdə qalır. Deyir, ola bilər ki, mən itmiş olam. Bu axı o ibadət deyil ki, mən axtarırdım. Bəlkə bu süfrəni əmir öz yaxın adamlarına açıb. Ta bir böyük bir hadisədən bunlara xəbər versin. O ləhzədə bir kişi buna yaxınlaşır. Bohlul belə fikr eləyir, belə zənn eləyir ki, o əmirin quludur. O kişi ondan istəyir ki, o oturanlarla otursun. Bohlul da oturur. Ətlər, şirnilər, işməlilər, ən bahalısı gətirilir. Bohlul da hər nə cür iştaha ilə başlayıb bunlardan yeyir. Doymuşkən istəyir ki, dursun, getsin. Amma qapıya yetişməmiş bir yoğun bir kişi bahalı paltar əynində idi, ona yaxınlaşır, Bohlulu saxlaşdırır. Bohlul özündə deyir, şübhəsiz bu əmirin özüdür. Qabağında əyilib, ona təzim eləyib, səlam deyir. Öz qovmunun dilicə ondan təşəkkür eləyir. Amma bu güclü kişi şəhrin dilicə Bohlula deyir, mənim ağam, mənim ərbabım, sən yediğin qəzanın pulunu vermədin. Bohlul heç zat düşünmür, amma gənə ürəkdən bundan təşəkkür eləyir. Bu güclü adam
Gənə Bəhlulun qiyafəsinə baxır görür ki, bu şəhərdə bir qəribə bir adamdır. Bunun köhnə paltarından belə düşünür ki, bunun təhcə neməti bu aləmdə elə nemətsizlikdir. Bir şey də yoxdur ki, bu qəzanın pulunu versin. Ona görə bir kəpik çalır, 4 nəfər adam nigahbanlardan yetişir, Bəhlulu tutuqlurlar. Bəhlul görür ki, bunlar ikisi soldan, ikisi sağdan bunu tutdular, amma bahalı paltarlar bunların əynindədir, çox sevinir. Niyə ki, Bəhlul öz içində belə düşünür ki, bunlar hətmən şəhərin böyük adamlarındandılar. Bunu ehtiramla istəyirlər, yad eləsinlər. Nigahbanlar bunu aparırlar məhkəməyə. Bəhlul məhkəmədə girəncən görür bir nəfər oturub miz dalısında. Bunun böyük bir səkkəli var, səkkəl gəlib sinəyə kimin. Çox əzəmətli, şükuhlu bir adam. Ona görə baxır görür ki, olmuyor bəlkə bu padişahın özü ola. Qol qanat açırdır. Nigahbanlar öz dadxastını verirlər qaziyə. Vəkil təyin olunur. Bəhlul elə fikir eləyir ki, o iki adam ki çıxır, bundan ehtiramla yad eləyirlər. Amma axırda mücrim tanınır. Qazi deyir ki, bunun cürmünü bir taxtaya yazıb, bunun sinəsinə asassız. Bunu da bir lüt ata mindirib, şəhərdə gəzdirəsiz. Təbli çalanlar, zırna çalanlar, bunlar da bunun qabağıca getməlidirlər. Hökm tezliklə icra olunur. Bəhlulu bir lüt ata mindirib, şəhərin xiyabanlarında gəzdirirlər. Şəhərin sakinləri görür ki, bu hey buna çalırlar, avaz oxurlar. Bəhlul da bunların dilini bilmərkən çox qahqah çəkib gülür. Uşaqlar da bunun dalısıca xiyaban qaçırlar. Amma Bəhlulun iki gözündə elə şadlıq, elə heyrət parıldayır ki, niyə ki, Bəhlul etiqadı bu idi ki, o təxtə ki, bunun sinəsinə asmışdılar, həman midalıdır ki, bunun boynuna asmışdılar. Niyə ki, padişah ondan çox rızayəti vardı, gəlmişdi bu şəhərə. Ona görə dəstələr bunu, qovmular, adamlar bunu mühasirəyə salır. Bunun ürəyi də çox şad idi. Bir ləhzə orada Bəhlul görür ki, bunların öz qəbilələrindən, öz qovmularından bir adam gəldi. Deyir ki, sən mənə tanış gəlirsən. Mən səni at verirəm o şeyə ki, sənin ona inanın var, inancın var. Məyər sən demirdin bu şəhər həman şəhərdir ki, bizim qocalarımız onu arzu eləyirdilər. Deyirdilər, bu şəhərdə olanlar çox bağışlayan, əl-açıq adamlardılar. Adamları təhvil alandılar. De görüm, mən hardayam? O yoldaşı heç zat danışmır. Başını tavlayır. Bəhlul da sinəsini verib qabağa, nur gözlərindən parlaya-parlaya bu şəhərdə atın üstündə gedir. Bu bir rəmzili bir nağıldır. Şəriət nədir? Bəhlul nədir? Niyə gərək böyük Bəhlul burada gülsün? Bu sizinlə asılıdır, sizə bağlıdır. Gələn görüşə qədər sağ olun.